Hər birinizi salamlayıram. Məhz bu dərsdə siz öyrənəcəksiniz ki, artıq niyə sosial mediada irəliləmirsiniz, videolarınız niyə izlənmir, niyə məhsullarınız satmır, yaxud da əməkdaşlıq təklifləri və yaxud ki, başqa iş təklifləri götürə bilmirsiniz. Yəni sosial mediadan da pul qazana bilmirsiniz. Bunların hamısını bu dərsdə biz aydınlaşdıracağıq. Bu dərsi mən ödənişsiz olaraq öz Telegram kanalımda olan şəxslər üçün çəkirəm və onlara belə bir hədiyyə vermək istədim. Canımdan, ürəyimdən keçdi. Belə deyək də, çoxumuzun səhvi nədir? Elə hazır başlayaq. Yaxşı olar ki, yanınızda belə deyək də, dəftər qələm olsun. Yoxdursa, o zaman bir dəfə bu dərsi belə dinləyin, sonra ikinci dəfə qayıdıb qeydlərinizi götürərək öz elədiyiniz səhvləri düzəltmək məqsədilə təzədən baxa bilərsiniz həmin şeylərə. Deməli, bizdə məsələ nədən ibarətdir? Çoxumuz deyirik ki, biz paylaşırıq, amma orada müəyyən bir satış olmur, yaxud da ki, paylaşırıq, amma ki, izlənməyəmir. Elə insanlar var ki, mən məsəl üçün görürəm, konsultasiyalarda da bunu çox görürəm. Elə insanlar var ki, hər gün paylaşır. Hər gün paylaşır. Kimsə hardansa eşidib ki, o hər gün nəsə paylaşmalıdır və hər gün nəsə paylaşsa qabağa gedəcək. Bir də işləmək üçün hər hansı bir bəhanəsi olmayacaq, ancaq sosial media ona bəs edəcək. Hər gün paylaşmaq sizi, əvvəlcə də mifləri biraz dağıdaq istəyirəm. Hər gün paylaşmaq sizi irəli apara bilər. Əlbəttə, amma paylaşdığınız şey izlənirsə, həmişə tutursa, irəli gedəcəksiniz. Amma tutmursa, o artıq birisi necə bir şey oxşuyur? Eyni səhvi davamlı eləməyə. Eyni səhvi davamlı eləyirəmsə mən, o zaman orada mən irəli getməyəcəm. Məsələ bundan ibarətdir. Və çoxunuz da elə bilir ki, demirəm mifləri dağıdacağıq. Bunu keçən dəfə bir real videomda da danışdım. İndi burada daha üstünə basa-basa demək istəyirəm. Çünki konsultasiyalarda hələ də bəzi şəxslər bunları bilməyərək gəlir. Ona görə mən dəli oluram, istəmirəm konsultasiyalarda artıq belə şeylərdən danışmaq, daha üst səviyyə şeylərdən danışmaq istəyirəm. Deməli, insanlar elə bilir ki, texniki məsələlər çox önəmlidir. Texniki məsələlər nədir? Texniki məsələlər deyəndə ağlınıza nə gəlir? Sosial mediada çəkilişi necə elədiniz? Sosial mediada adı, bionu, username-ə nə yazdınız? Açıqlama hissəsinə nə yazdınız? Neçə hashtag qoydunuz? Hashtag məsələsi vəbşi mənə dəlliyən bir məsələdir. Çəkilişiniz nə qədər keyfiyyətli oldu? Çəkilişiniz, montajınız nə qədər qəşəng oldu, bomba oldu? İnsanlar elə bilir ki, texniki hissə, yəni bu hissə, hansı ki, daha nəyə əlavə eləmək olar? Kapak fotoğraflarını əlavə edə bilərik ki, səhifənin estetik görünüşü. İnsanlar elə bilir ki, əsas məsələ budur. Bunların hamısı yerində olsaq, elə bilir ki, onlar irəli gedəcək. Amma bu belə deyil. Bunu deyəndə insanlar biraz şok yaşayır. Ayrıca paylaşım saatları belə, hashtaglər, paylaşım vaxtları, hekayənizi hətta götürürsüz, paylaşım edəndən sonra postu hekayənizdə təzədən repostlayırsınız, təzədən hekayə yatırsınız, baxış çoxalsın deyə. Onlar belə, yəni sizi irəli aparan bir məsələ deyil və hamısı da heç önəmli də deyil. Bunları biraz bu mifləri dağıdaq və aydınlaşdıraq. Bacardığım qədər bu videoda az çox mifləri dağıtmağa həsr olunacaq. Və belə deyək də, süni intellektlə falan kontent yazırsınız, elə bilirsiniz ki, o kontentlərin hamısı sizi qabağa aparacaq. Ya da elə bilirsiniz ki, trend çəksəniz qabağa düşəcəksiniz. Trend səslərdən istifadə etsəniz izlənəcəksiniz, ay Allah. O məsələni eşidəndə vəbşi dəli oluram. Ya da yəni ümumi olaraq başa düşdükdə texniki şeylər nədir, nədən ibarətdir? Hansı ki, siz saatlanan trend musiqi axtarmağa vaxtınızı sərf edirsiniz, amma sonra paylaşırsınız heç nə olmur. Yəni ona görə də bunların hamısı sübut edir ki, biz texniki məsələlərə bu qədər önəm verməməliyik. Önəmli deyil demirəm, amma aşırı önəmli deyil. Ümid edirəm aydın oldu. Yəni 30 dəqiqə boyunca 30 dəqiqə olacaq da bu. Ha, okey. Yəni bu hissə ümumiyyətlə bu texniki hissə bizim səhifəmizi aparmağımıza hardasa təsir edə bilər. Demirəm təsirsizdir, amma 30% falan. Hamısı bundan ibarət deyil səhifə aparmaq. Səhifə aparmaq burada bağlı olan bir şeydir. Strateji bir məqamdır. Zehni fəaliyyətlə məşğul olduğunuz bir məqamdır ki, siz orada kontenti nə tərəf aparırsınız. Ya da insanlar elə bilir, məsəl üçün reklama qoysam hər şey düzələcək. Səhifəm izlənmir Aydan xanım, amma reklama qoyum, bəlkə bahalı büdcə ilə reklam büdcəsini artırım, reklama qoyum, onda yəqin izlənər. Keçən gün də bir dənə, hətta bu gün atdım. Konsultasiyadan sonra bir nəfər elə soruşurdu, konsultasiyadan qabaq. Dedi ki, bəs bahalı reklam büdcəsi qoysam, onda səhifə izlənər deyə düşünürəm. Dedim ki, yəni bir çeyrək düşünün, hansı ki kiflənib. O kiflənmiş çeyrəyi 10 nəfərin qarşısına da çıxartsanız, o 10 nəfər də yeməyəcək. 100 nəfərin qarşısına çıxartsanız da yeməyəcək o 100 nəfər. 10 min nəfərin qarşısına çıxartsanız da heç kimsə kiflənmiş bir çeyrəyi götürüb yeməz, düzdür?
Çiyələk də ağlıma birdən-birə gəldi, fikir verməyin. Yəni pis kontent də eyni şeydir. Sizin paylaşımınız izlənməyibsə, siz orada nə qədər qəşəng məlumat verin, nə qədər qəşəng fayda verin, nə qədər gözəl editə sahib olsun video, nə qədər 10 saat boyunca üstündə əziyyət çəkin, zəhmət çəkin, amma izlənməyibsə, bu o deməkdir ki, siz kontentin damarını tutmamısınız. Və həmin pis kontenti, pis deyə adlandırırıq bunu, nə qədər üstünə zəhmət olsa da, yəni sosial medianın standartlarına görə pis adlandırırıq. Mən ümumiyyətlə heç kimin zəhməti yerə vuran bir insan deyiləm, amma sosial mediada izlənməyibsə, bu artıq pis, yaxşı olmayan kontent hesabına girir, o kateqoriyaya girir. Yəni və yaxşı olmayan kontentləri də biz götürüb oradan reklama qoyanda, çiyələk misalı kimi, elə bir çiyələk kiflənmiş bir çiyələk, yaxşı olmayan kontent bərabər eyni şeydir. Yəni eyni pis olan kontenti 100 nəfərin də qarşısına çıxarsanız, 10 min nəfərin də qarşısına çıxarsanız, bu zaman olmayacaq. Heç nə qazanmayacaqsınız. Elə bir metriyə sədəqə verirsiniz ki, ala pulumu ye. Ala boş-boşuna reklama mən pul qoydum, sənə pul vermək istəyirəm. Bunun kimi bir şey olur. Bununla yanaşı, digər bir məsələ. Çox insan elə bilir ki, satışla, indi biraz satış səhifələrine gəlmək istəyirəm. Satış, məhsul satışı, xidmətdir, ekspert səhifələrdir. Ekspert səhifələr dediyim, yəni müəllim, təlimçi falan hər şey, hər kəs ola bilər bu arada. Hər hansı bir mövzu üzrə mütəxəssis ki, o nəsə satmaq istəyir. Ekspert bloklar belə daxildir yəni bura. İnsanlar elə bilir ki, satış və izlənmə eyni anda baş verməlidir. Sizin məqsədiniz əsas satışdırsa, siz satışa yönəlik paylaşımlar eləməlisiniz. Sizin müştəriyə də, izləyiciyə də eyni davrana bilməzsiniz. Eyni kontenti həm müştəri üçün, həm də izləyici üçün yarada bilməzsiniz. Ona görə mən həmişə müştərilərimə tövsiyə edirəm ki, bir ay satışa fokuslanın, əgər ikisini də istəyirsinizsə. Bir ay satışa fokuslanın, bir ay da izlənməyə fokuslanarsınız, izləyicini artırmağa fokuslanarsınız. Çünki satış üçün başqa, izləyici üçün isə başqa strategiyalar tətbiq olunur. Və ikisi birdən olar, hə, amma həmişə prioritet biri olmalıdır. Bunu nəzərinizdə saxlamanızı istəyirəm. Ona görə çoxunuz, məsəl üçün, marketinq strategiyasını, kontent marketinqini düzgün qura bilmirsiniz deyə elə bilirsiniz ki, çox izlənmək lazımdır ki, çox satışın olsun. Amma bu heç də belə deyil. Hal-hazırda məsələn məndə influencer səhifəmdə daha çoxdur takipçi, 10 min takipçi var, amma Vihma Akademiyada məsəl üçün 838 nəfərdir. Mən influencer səhifəmdə Aydanzadədə hər hansı bir təlim falan reklam eləmirəm. Yəni bu fəaliyyətimə aid, sosial media mentoru fəaliyyətimə aid nəsə bir şey eləmirəm. Bir şey satış elanı falan vermirəm. Amma Vihma Akademiyada yalnızca satışımı edirəm və 838 nəfərdən mən 4 rəqəmli qazanc əldə edə bilirəm. Yəni bu bir reallıqdır. Eyni şey də Telegram kanalında da keçərli. Telegram kanalında hal-hazırda səhv eləmirəmsə 500 nəfər var. Aha, 500 nəfərə də mən satış edə bilirəm. Yəni çox izləyici çox satış demək deyil. Elə insan var ki, 100 min izləyicisi var, amma heç bir oradan bir satışı yoxdur. Ya da çox azdır. Eyni şey də reklam qoymaq məsələsində də keçərli ki, elə insan var ki, dəqiqə başı reklam qoyur. O reklamlar da çox şəxsin qarşısına çıxır, amma ki, yenə də satışı olmur. Maraqlanırlar, geri dönüş edəmirlər. Nədir bu? Bunun səbəbi odur ki, kontent marketinqini düzgün qurmamısınız. O yol strategiyanı düzgün qurmamısınız. Bundan ibarətdir. Daha sonra elə insanlar da var ki, indi gəlirəm blog səhifələrinə. Elə insanlar da var ki, bu ekspert bloklara da aiddir və yaxud da ki, hər hansı bir şəkildə məhsul səhifəsində öz layihəsini göstərmək istəyən, özünü göstərmək istəyən şəxslərə də aiddir. İnsanlar elə bilir ki, lifestyle content hər hansı bir şəkildə getdiyi yeri paylaşmaq, içdiyi kofeni paylaşmaq, bugün kofe içdim, bunu story atım, bugün nə bilim falan yerə getdim, bunu story atım, bugün falan şey aldım, bunu story atım. Elə bilir ki, bundan ibarətdir. Amma bu lifestyle deyil. Bu lifestyle deyil, bu gündəlik aparmaqdır. Bu gündəlik aparmaqdır. Yəni adını düzgün qoyaq. Siz deyə bilərsiniz ki, məsəl üçün aydan bəs 100 mindən çox izləyicisi olan bir dənə bloger var, o da bütün gün hara getdiyini paylaşır. Amma başqasının versiyon 100-ü ilə özünüzün versiyon birini qiyaslamayın da, yəni müqayisə eləməyin. Ya da ki, başqa məsəl üçün brendlər, təzə-təzə mən məhsul səhifələri görürəm, başlayan kimi çox professional, çox belə bir nəfər də arxada, amma 30 nəfərlik bir komandaymış kimi paylaşımlar edirlər ki, biz falan bu tip belə götürürlər, sanki böyük bir komandadır. O cür kurumsal, korporativ paylaşımlar edirlər. Bunlar da məsəl üçün yanlışlardan biridir. Niyə? Çünki siz korporativ paylaşım edəndə
həmin şəxslərə, yəni korporativ böyük şirkətlərlə rəqabət aparmağa doğru gedirsiniz və onlarla özünüzü müqayisəyə girirsiniz və bu da sizə fayda vermir. Çünki insanlar kiçik bizneslərdən daha çox böyüklərin əldə edə bilmədiyi şeyləri görür, gözləyir. Məsələn, səmimiyyət. Böyük şirkətlərin hansında səmimiyyət bu qədər görmüsünüz? Çox azında, düzdür? İnsanlar bax kiçik bizneslərdən bunu gözləyir. Eyni şey lifestyle o dediyim gündəlik məsələsində də keçərlidir ki, sizin harasa getdiyiniz və s. heç kimə artıq maraqlı deyil. Çünki 3000 dənə artıq influencer yayılıb, 3000 dənə bloger yayılıbdır və siz hara getdiyinizi paylaşanda insanlar prosto belə olur, baxır deyir, neyniyim, nəyimə lazımdır. Yəni bunu deyirlər və onlara nəsə qata bilməyəcəyinizi başa düşürlər deyə çıxıb gedirlər. İzləmirlər. İzləyiciniz də az olur. Ona görə məsəl üçün axır vaxtlar hətta böyük influencerlarda belə görə bilərsiniz ki, ancaq özlərini paylaşırlar deyə takipçiləri çoxdur, amma izləyiciləri, izlənmələri azdır, görüntüləmələri. Eyni şey trendlərdə də keçərlidir. İnsanlar həm artıq sizin eyni trendi bir neçə dəfə görəndə qəribə şəkildə qarşılayırlar ki, hə, okey, bu da eyni şey çəkib də, neyniyim? Hansınız məsəl üçün özünüzdən misal götürün. Hansınız ən son izlədiyiniz takipçi, 10 takipçinizi götürün də. 10 takipçi demirəm, takip etdiyiniz 10 şəxsi götürün ki, hansı ki, ən son 10 nəfəri izləməyə almısınız. Onları nəzərdən keçirin ki, mən bunu nəyə görə izləməyə aldım? Trend çəkdi deyəmi izləməyə aldım ya da başqa bir şey çəkdi deyəmi izləməyə aldım? Heç biriniz birindən trend, sırf trend çəkir və o trendi bəyəndiniz deyə izləməyə almırsınız. Sadəcə olaraq onu ola bilsin ki, məsəl üçün bu halda maksimum izləməyə ala bilərsiniz ki, getmisiniz, görmüsünüz ki, hə, artıq bu şəxs sizin keşf etdiyi dəqiqəbaş qarşınıza çıxır və xoşunuz da gəlir onun gözəlliyindən və s. ya da danışığından və o şəkildə izləməyə almış ola bilərsiniz, trend görüb. Maksimum bu şəkildə ola bilər. Yoxsa həmin şəxsi durduq yerə siz sırf trend çəkdiyi izləməyə almazsınız. Eyni şey məhsul səhifələrində də keçərlidir. Məhsul səhifələri ən böyük səhvə elə məhsul kataloqu kimi səhifələrini aparmaqdır. Ya da ki, elə xidmət səhifələrində də bütün gün xidmətlərindən danışırlar ki, ay bu xidmətimiz gəldi. Ay qəşəng məhsullarımız var. Qəşəng xidmətlərimiz var. Ən yaxşı bizik. Vallahi ən yaxşı bizik. Gəl bizə inan, inan bizə. Belə başlayırlar. Yəni dildə bunu deməsələr belə, bunlar avtomatik hiss olunur. Ya bir dənə səhv belə ilə ki, ya bütün gün məlumat verir ekspert səhifələri, ya da ki, bütün gün məlumatlandırıcı kontentlər paylaşır, paylaşımlar edir. Ya da ki, bütün gün xidmətindən danışır. Məhsul səhifələrində də eyni şeydir. Bütün gün kataloq kimi öz xidmətlərini, öz məhsullarını paylaşır ki, hə, çatdırılmamız belədir, məhsulumuz bu belədir, məhsulumuz bu tipdə çeşidli məhsullarımız var. Baxın, məhsulunuzu göstərməyiniz normaldır, amma bunu səhifəyə kataloq kimi yaymaq, Instagram bir kataloq deyil. Baxın, Trendyol-a girəndə insanlar bilir ki, hə, burada nəsə bir alış-veriş platformasıdır. Mən ora girsəm qiymətləri görəcəm. Amma heç birimiz Instagrama durub nəsə 2 dənə məhsul alıram, paltar alım, çıxım deyə girmirik, düzdür? Ay, falan kəsin nə qəşəng paltarları var falan, durun mən də bunu alım, çıxım deyə girmirik heç birimiz. Yəni. Yaşınız əgər 50-dən azdırsa, bu məqsədlə Instagrama girmirsiniz. Mənim məsəl üçün mamam artıq Instagrama sırf paltar üçün girir ki, oradakı butikləri izləyir, ancaq bunlarla maraqlanır. Amma biz çoxumuz Instagrama əylənmək üçün giririk, düzdür? Əylənmək üçün, gözəllik görmək üçün, dəyər görmək üçün, məlumat almaq, gündəm haqqında xəbərdar olmaq, bunlar üçün giririk Instagrama. Biraz başımızı qatmaq üçün giririk Instagrama. Və buna görə də insanların da bizdən gəlib nəsə almasını gözləyə bilmərik. Nə mənada? Sırf məhsul paylaşırıq, sırf öz xidmətimizdən, öz brendimizdən, brend dediyim yəni səhifədən. Mən brend deyəndə insanlar çox zaman elə bilir ki, böyük şeylərlə nəzərdə tutur, amma brend hər hamı üçün lazımdır. Fərqlənmək istəyən hamıya şəxsi brend ya da şirkət brendi qurmalıdır. Şirkət brendi dediyim yəni kiçik biznes brendi də ola bilər bu. Yəni influencerın belə, blogerin belə, mini blogerin belə şəxsi brendi formalaşmalıdır ki, o digərlərindən seçilsin. Eyni şey məhsulda da ekspert səhifələrində də keçərlidir. Və brendini tərifləyən, bütün gün özü haqqında danışan şəxsləri artıq bu bilirsiniz nə olur? Eqoizm. Günlük həyatda birini düşünün ki, qarşısında oturmuşsunuz qarşı-qarşıya, söhbət edirsiniz kafedə və o sizə davamlı özündən danışır. Durub çıxıb getmək istəyirsiniz də, düzdür? Kim davamlı özündən danışan insanı sona kimi dinləmək istəyər? Eyni şey sosial mediada da keçərlidir. Eyni şey siz edirsiniz. Sosial media aparmaq bir dialoqdur. Sosial media aparmaq qarşılıqlı əlaqədir. Siz əgər izlənmirsinizsə, deməli sizin auditoriyanız, kütləniz sizə bir mesaj göndərir ki, bu yaxşı deyil.
Bunu değiş, bunu bəyənmədik. Amma siz devamlı eyni şeyin üstünə gedirsiniz və əlaqəni pisləşdirirsiniz. Yəni günlük həyatda bir insan düşünün, kimsə sizə deyir ki, bu hərəkəti xoşlamadım, eləmə. Siz davamlı elə bir ona eyni hərəkəti edirsiniz. Axırda ya qarşı tərəf sizə əsəbləşəcək, ya da ki, çıxıb gedəcək yanınızdan. Yəni eyni şeyi sosial mediada eləməməyiniz xahiş olunur. İləri getmək istəyirsinizsə. Və ümumiyyətlə insanlar belə deyək də, satış üçün dediyim kimi bayaqlarda dedim, ayrıca strategiyalar, izlənmək üçün, izləyici yanmaq üçün ayrıca strategiyalar tətbiq olunur. Eyni şey əməkdaşlıq götürməkdə də keçərlidir ki, əməkdaşlıq götürmək üçün səhifəniz buna uyğun olmalıdır. Güvən yaradan, etibar verən bir səhifə olmalıdır, bir influencer ya da bloger kimi. Ekspert bloklar. Yəni burada hamıya xitab edərək bu dərs hamı üçün çəkdiyim üçün ona görə ümumiləşdirilmiş şəkildə danışıram. Və bunların hərəsinin özünə məxsus strategiyaları var. Xüsusilə izləyici gətirməyin. Satış hardasa müəyyən bir formulaya əsaslana bilər. Satışı öyrənmək istəyirsinizsə Instascale-a gələ bilərsiniz. Orada məsələn biz 7 günlük marafonda hal-hazırda bunu çəkdiyim mərhələ bu belədir. Orada məsələn 7 gün ərzində satış sistemini başdan sona A'dan Z'yə siz öyrənirsiniz. 7 gün olmasına baxmayaraq çox bilən geniş bir marafondur. Orada məsəl üçün qatılıb öyrənə bilərsiniz Instascale-dan. Amma sırf izləyici gətirməyi nəzərdə tutursunuzsa siz, o zaman konsultasiyaya gələ bilərsiniz. Çünki bilirsiniz niyə? Dediyim kimi hər bir şəxs fərqlənmək üçün şəxsi brend yaratmalıdır ya da ümumiyyətlə bir branding olmalıdır orada. Və bu hərəyə görə individualdır. Siz oradan buradan eşitdiyiniz qaydalarla aktiv saatlarda paylaşım etmək, hashtagdir, budur, odur. Belə şeylər fikirləşəndə avtomatik olaraq başqaları kimi olursunuz. Və başqaları kimi olan şeyi sosial media sevmir. Demirəm başqalarına kontent götürüb uyğunlaşdırmayın, uyğunlaşdırın. Başqalarından kontent götürüb özünə uyğunlaşdırmaq, birə-bir kopyalamaq yox, özünə uyğunlaşdırmaq yaxşıdır. Amma ki, orada da bir özünüzə məxsus dəstək xəttiniz, imzanız olmalıdır. Bir nişiniz olmalıdır ki, sabahsı gün algoritmdə başa düşsün ki, mən bu insanları kimin qarşısına çıxardım. Gedib əndrabadi şəxslərin qarşısına düşməyin. Nə bilim, qəribə insanların qarşısına düşməyin. Ağlımdan çox şey keçdi misal olaraq. Yəni də TikTokda dedim bugün olar deyən qaqaşın videosunun altında Pakizə xalanın qarşısına çıxmayın, düzdür? Öz kütlənizin qarşısına çıxın. Məsələ bundan ibarətdir. Və biz sosial mediada satış eləmək üçün, eləcə də izləyici gətirmək üçün hər şəkildə strategiyalar aparırıq. Bunlara kontent strategiyası deyək. Kontent strategiyası deyəndə o demək deyil ki, yəni siz bütün gün oturub texnik şeylər fikirləşirsiniz, yaxud da baş sındırırsınız. Yox. Bunlar artıq avtomatlaşan bir prosesdir və çox rahat olur bunu oturdandan sonra. Mən əvvələn məsəl üçün story üçün satış zənciri qururdum, amma hal-hazırda heç nə qurmuram. Avtomatik mənim beynimdə yerləşirdi, mən bilirəm artıq nədən danışmalıyam. Ona görə də hər postun artıq məqsədi olmalıdır. Sırf satış olsun ya da başqa influencer falan nə istəyirsinizsə, hansı səhifə olursa olsun. Hər postun məqsədi olmalıdır və hər postun məqsədi siz bilməlisiniz ki, hə, okey, mən bugün bunu paylaşdım. Ertəsi gün postumda hansı məqsədə vurğu edərək paylaşacağam. Bu şəkildə strategiyasında budur. Real olan. Ümid edirəm aydın oldu. Bugün istəyirəm mifləri dağıtdım. Ümid edirəm siz dinləmədiniz, heç zaman eşitmədiyiniz şeyləri eşitdiniz. Bəlkə də eşitmiş olardınız, amma yəni əsas məsələlərə əsas danışmaq istədim. Çünki bir ara mən ödənişsiz diaqnostikalar eləyirdim. Hardasa bir 10-15 dəqiqə diaqnostik səhifə analizləri idi. Bu demo halında ki, səhifədə nə problem var və niyə bu problem yaşanır. Və həmin o ödənişsiz analizlərdə hardasa bir 40-a yaxın şəxsli o cür analiz eləmişdim və görmüşdüm ki, hamısına bu məsələlər danışıram. Yəni hamının problemi əslində bunları bilməməyindən qaynaqlanır. Ona görə dedim, belə bir ehtiyac gördüm ki, bu şəkildə bir video yayınlayaq və insanlar bunu dinləyərək ən azından miflərini dağıda bilsinlər. Necə edəcəyiniz məsələsinə də gəlsək, dediyim kimi, satış üçün sırf Exhibit ya da məhsul səhifəsinizsə Instascale-a gələ bilərsiniz, yaxud da elə daha sürətli bir Instascale-ı gözləməyib hamınız elə konsultasiyaya gələ bilərsiniz. İstər blog səhifəsi olun, istər satış səhifəsi olun. Konsultasiyada biz 1 saat olur konsultasiya, amma daha əvvəlində sizə ödənişsiz belə deyək də müəyyən suallar falan veririk. O qədər ödənişsiz analiz falan demişəm ki. Konsultasiyadan qabaq sizə müəyyən suallar verilir, sizin analiziniz edilir ki, siz hal-hazırda nə istəyirsiniz, probleminiz nədir və hara çatmaq istəyirsiniz.
Daha sonra bunlar əsasında konsultasiya həyata keçirilir. 1 saat olur, onlayn və offlayn fərqi yoxdur. İkisi də eyni qiymətədir. Və daha sonra da artıq konsultasiya bitəndən sonra sizə konsultasiyanın yazılı hesabatı göndərilir. Ondan sonra isə artıq bir həftə ərzində mənimlə əlaqə şansı sizinlə olur ki, dediklərimizi tətbiq edə biləsiniz. Konsultasiyadan sonra hə, bunları mən dedim, pulumu aldım, çıxdım getdim olmaz. Və hər hansı bir materiala məsələn ehtiyacınız olarsa, o sizə göndərilir. Bu kontent ideyaları da ola bilər ya da məsəl üçün bilmədiyiniz bir mövzuda dərsdə ola bilər. Onların hamısını sizə şərait yaratmışıq ki, daha çox faydalana biləsiniz. Çünki sosial media mən fikirləşirəm ki, bu elə belə bir məsələ deyil. Vaxtım yoxdur deyənləri məsəl üçün mən konsultasiyaya qəbul eləmirəm, çünki o mənim dediklərimi həyata keçirə bilməyəcək. Yetərincə cəsarətli olan hər şeyə vaxtı tapılır və hər şeydən kontent yarada bilir. Və sosial medianı ya yaxşı eləməlisiniz, ya da ki, heç eləməməlisiniz. Nə qədər acı olsa da. Çünki yarımçıq eləyəndə sizin bütün belə enerjiniz, vaxtınız gedir. Və oradan bir nəticə də olmur təəssüf ki. Bunu, yəni özü 1 il boyunca ilk səhifəsini yarı-yarımçıq, yəni öz səhifəmi 1 il boyunca yarı-yarımçıq eləmişdim. Influencer səhifəmdən hal-hazırda 10.000 takipçisindən ibarət olan səhifəmdən söhbət gedir. Və 1 il boyunca mən 1000-dən 2000-ə zorla qalxdım. Yəni 1 il boyunca 1000 takipçi nə deməkdir? Özüm bu səhvləri eləmişəm deyə istəmirəm heç kimsə bu cür vaxt itirsin. Sonradan artıq öyrənəndə isə çox rahat bir şəkildə, hətta bir videodan belə 2000 izləyici mən qazanmışdım. Bunun statistikalarından da sübutu var. Kanalda tapa bilərsiniz. Yəni bu şəkildə. Hər hansısa bir nəyi necə yeyəcəyinizi bilməsəniz, mən buradayam. Instagram DM-dən çata bilərsiniz mənə, yaxud da Telegramda ilə chatda falan yaza bilərsiniz ki, sizə kömək olum. Ümid edirəm bu dərs faydalı oldu. Geri dönüşlərinizi gözləyirəm. Geri dönüş yazmasanız, dayı sizə dərs məhz yoxdur. Geri dönüş yazın ki, mən bilim ki, yəni sizin belə materiallar xoşunuza gəlir və həqiqətən də bu ödənişsiz verilən dəyərin qarşılığını təşəkkürlə də olsa verməyiniz üçündür. Bu şəkildə özünüzə yaxşı baxın, səhifələrinizə də yaxşı baxın.